Herkese salam, kanalıma xoş gəlmisiniz. Aparıcı prodüser Tarix Əliyev sosial mediada canlı yayım zamanı Vəfa Şərifova və Afət Fərmanqızı qalmaqallarına qatılıb. O, Sevinç Hüseynovla birlikdə Vəfa Şərifovanın həyat yoldaşı Arzu məhkəmə zalından tutulub, sözü gedən o mahnı qoyurdu, sizlərə özü də təqdim oynaq edirəm. mahnı, başa düşdü. O oynaq mahnı qoyurdu ki, güya ki, O niye elədi? yəni bilirsən niyə edirdi? Yəni ki, mən neynəməliyəm, tutuldu da, mən neyniyə bilərəm ki, mən indi acından ölüm, yemeği pişirməyim. Yəni onu heç kim demirdi ya, yemeği pişirmə. Yəni o qadının içində mən baboşu deyirəm, amma mən baboşun içində o paxıllığı görmüşəm. Yadımdadır kimsə tutulmuş diye baboşa yığdılar dedilər ki flankəs tutulub o bic gözləri ilə belə deyir hə tutulub Vəlizar tutulanda mən onda gördüm ki bu adamlar bir qəribə bir paxıllıq hissi var. Bunlar elə bilirlər ki bunların yayımına girəcəklər. O 30 bin adam dayı Vəlizara girməyəcək, mənə girəcək. İndi buradan sevinirdilər ki, Arzum tutuldu. Həfisi o da Arzum axşam yayım açırdı. Bir 10 bin adam, 12 bin adam otururdu. Həfisi o da oturmayacaq. Lamanı indi Müjgan tutulub. İndi bəziləri sevinir ki, həfisi o 10 gün Müjgan yoxdur. Meydan bizimdir də. Bizim bunlar jutona görə bunlar özlərini fəda edirlər. Sevinç, buradakı tiktokerlərin çoxsunun qazanc mənbəyi buradır. Bu insanlar, mən ona görə düşünürəm ki, bu qanun olmalıdır. Bu tutulanlar ən azı necə ki o deyirlər 2 il maşın sürə bilməz, onun maşın sürməyi prava əlindən alacağı. Bu insanlar 15 gün 10 gün tutulandan sonra başqa adamlar da dəladuzluq şeyində də var ha. Deyir ki, neçə il müddətinəsə sən hər hansı bir vəzifədə işləyə bilmərsən. Bəli, mən də istəyərdim sual verə bilərəm sizə. Girməsinlər TikTok-a. Burada olan hər kəsə, eləcə də bax indi sizə də, indi siz ən azından danışa bilirsiniz, bunlar yazırlar. Siz də yazın. Sizə ümumiyyətlə bu qəza azacıq da olsa, nə bilim, içinizə qorxu salıb bir dərs oldu mu? Mənə şəxsən çox böyük bir dərs oldu. Siz inanırsınız, tam səmimi etiraf edəcəm ki, mən ümumiyyətlə özümü çox arxain bir sürücü olaraq hər zaman maşını idarə etmişəm. Amma düzdür, ehtiyatımı saxlamışam hər zaman. Amma ki, məsələn, o pavarotnikləri yandırdım, buradan döndüm falan. Bəzən olurdu diqqətsizlik. Məsələn, mənim də əlimdə telefon olduğu vaxtlar olub, danmayacam. Amma inanın səmimiyyətimə ki, mən o qədər artıq belə ehtiyatla gözümü 4 açıb sürürəm ki, yəni mən düşünürəm ki, bundan sonra bütün sürücülərə aiddir bu. Heç vaxt özümüzə arxain olmayaq. Düşünməyək ki, bu bizim başımıza gəlməyəcək. Ümumiyyətlə, Allah hər sükan arxasında oturan sürücünü qorusun. Bizi mərdimazarlardan uzaq eləsin. Mən həmişə deyirəm, mən ümumiyyətlə Respublika qayısının yanında yaşayıram. Uşağı üçün Kurqu tərəfdə bağçaya aparıram. Tolik mən buradan hər səhər gedəndə ümumiyyətlə müəyyən bir zaman çərçivəsində bir tıxac olur da. Mən həmişə deyirəm ki, bura mənə görə cunglidir elə bil. Выживает сильнейший. Bax, sözün əsl mənasında. Kim hardan istəyir, oradan dönür, oradan keçir, sürətli, nə bilim. Yəni, pavarotniki yandırmadan belə də. Yəni, düşünün, mən hər gün bir dənə də olsa qəzaya şahid oluram. Sadəcə ölümlə nəticələnmir də. Allah da heç kimə nəsib eləməsin. Yəni demək istəyirəm ki, nə olar ehtiyatlı olaq, nə olar özümüzə arxain olub da başqasının balasını bədbəxt etməyək. Mən maksimum sürət həddimi bilirsiniz harda keçirəm. Magistral yolda, 110-luq yolda olur ki, radar olmayan yerdə, məsələn rayonunuza da gedirəmsə, onda götürərəm, məsəl üçün, nə bilim, 130-dan sürərəm, 140-dan sürərəm, radara da çatanda hər kəs kimi yavaşlayıram olsun. Da. Əslində ürək ona deyərəm ki, el radarın da yanından o sürətlə keçəsin. Amma ümumiyyətlə də gəlin sürətimizi aşmayaq. Həqiqətən də nə bilim, bu yaxınlarda Rusiyada olanda orada belə bir plakat görmüşdüm. Yazılmışdı ki, жизнь важнее, чем скорость. Həyat sürətdən önəmlidir. Yəni biz sürəti nə üçün eləyirik? Bəzən yanımızdakını göstərmək üçün ki, bax mən necə sürürəm. Və yaxud nə bilim kimlə abqona nə mənası var? Buynuzumuzun çıxır. Mən çox üzr istəyirəm Sevincdən. Biri burada yazıb, Orxan da paxıldı, istəyir ki, ilk xəbərləri o versin. Baxın, hər bir peşəkar insan, öz sənətini sevən insan, öz sənətini, qiymətini bilən insan. Misal üçün, mən səhər verilişlərində MTV-də veriliş aparanda heç vaxt reytingin davasını eləmirdim. Çünki MTV kanalı ATV-yə, ARB-yə, Space-ə rəqib deyildi. Amma mən Space-ə gələndə
Başladım Zaurla rəqabət aparmağa, Vüsali ilə rəqabət Senden aparmağa. mövzular götürürler. Ben hesabını Həftədə bilmiyorum olurdu da. ki, Zaur 3 dəfə keçirdi, mən onu 2 dəfə keçirdim, 2 dəfə Xəzəri keçirdim. Yəni saatında birinci olurdu. Normal peşəkar insan hər zaman öz işində birinci olmaq istəyir. Niyə də Orxan istəməz? Niyə də Orxan paylaşmasın ki, 86 min adam onun canlı yayımında olub? Bəli, bu arzuya maraq olub. Bu arzuya olan maraqdır. Amma Orxanın səhifəsində olub. Bu burada nə var ki? Ona görə də Sevinç Sevinci çıxar. Yo, bilirəm, Sevinç, mən cavab vermək istəyirəm də. Baxın, Sevinç də bir Azərbaycanın qızıdır da. Sevinç vaxtında verilişlərdə ekspertdə oturub. Amma mən bir dənə, Sevinç onda yox idi. Mən bir veriliş var, Zaur dostumuzun verilişi. Zaur Baxşəriyevin. O verilişdə bir ekspert gəlmişdi, oturmuşdu, bir şikayətçi. Ekspertlər hamısı onu da anlayırdı. O şikayətçi ekspertlərə sual verir ki, burada boşanmamış qadın var. Hamı da belə baxdı ki, ekspertlərin yarısı, sən onda yox idin Sevinç orada. Yarısından çoxu boşanmışdı. Bizim bir alimə sual veriblər. Deyiblər ki, sən niyə gedib verilişdə şey kimi oturmursan da? Rəşid müəllimə. Yox, Rəşid müəllimin dostu olub, özü olmayıb. O deyib, mən necə gedim oturum ki, mənim öz qızım boşanıb, mən öz qızımın ailəsini qoruya bilməmişəmsə. Nə olsun ki? Rəşid müəllimin qızı bu. Yox, səndən söhbət getmir. Bugün elə qadınlar var ki, onlar boşansalar da, onlar cəmiyyətdə ailəli ola ərini işə yola salıb da özündən 15 yaş cavan oğlanı evinə salan xalalardan 1000 dəfə faydalı vətəndaşdılar. Bugün qadınlar var ki, ərlərinin başını yerə salırlar. Niyə? Çünki onlar TikTok'da tanış olduğu oğlanlara pul xərcləyirlər. Ərləri də yazıq bütün gün gedir işləyir. Ona görə də elə qadın olmaqdansa ərindən boşanıb sivil qaydada öz həyatını qurmaq. Mənim anam musiqi müəlliməsi olub Qaraçuxurda, hamısı anamı tanıyır. Mənim atam da neftçi olub Qaraçuxurda, hamısı tanıyır. Mənim anam atamdan ayrılıb. Baxmayaraq ki, bir məktəbdə oxuyublar, 141 nömrəli məktəbdə. Atam deyingən olub rəhmətli, anamı qısqanıb, döyüb, anam o vaxtı toylara gedirdi, qarmon çalırdı, özünə angorka kofta alırdı. Atam onu döyürdü ki, niyə alırsan angorka kofta? Nə bilim, cəmaat deyəcək, Sovet vaxtında angorka kofta nədir? Sivil qaydada. Amma bəzi kişilər var ki, qadınları olaraq xəyanət eləməyə, qısqanclıq nəzdində arvadını öldürür. Sonra gedir türmədə özünü kişi çıxartmaq üçün deyir, qiriyyət üstündə öldürmüşəm. Yaxşı kişinin arvadı, onun bunun kişisində gözü olmaz. Sən deməli öz arvadıva yetərin qədər kişilik funksiyonu yerinə yetirmirsən ki, o sevgini, həyatı, nəvazişi özündən səndən kənardakilərdə axtarır. Həmişə insan hər şeyə görə birinci gərək özünü qınasın ki, mən harada səhv buraxdım ki, mənim ailəmdə bu baş verdi. Mən qızımı niyə zorla qonşunun oğluna, var bizim rayonlarda, Şəmkirdə, nə bilim, Tovuzda, Gəncədə, Lənkəranda, kişilər gedir 30 il, 40 il, 20 il Moskvada işləyir, 40 yaşında gəlir rayona, 17 yaşında qızı verirlər ona, nə var ki, Şəmkirdə 3 mərtəbəli ev tikdirib, Moskvada işləyir, qızı bədbəxt edirlər. Qız 17 yaşında, qız 40 yaşında kişiyə ata gözü ilə baxır. Onda necə o sevgini tapsın, necə o ilə çıxsın bayra desin ki, bir dənə gedib parkda şəkil çəkdirək. Bir qızı bədbəxt edirlər. Təbii ki də sonra o kişi qoyur onu burada, qarnına bir dənə uşaq qoyur, çıxır gedir Moskvaya. Aylarla gəlmir. O da elə gözü sataşır rayonda bir cavan oğlana, başlayır o ilə cükküldəşməyə. Yəni insan birinci bütün atdığı addımlardan. Amma buna haqq da qazandırmırıq da. Qazandırmıram. Məncə Amma bizim Sevinç. Arının namusunu özünə görə saxlamalıdır. Qadınlar var ki, ərləri gəmidə işləyir. 6 ay gəmidə olurlar. 6 ay həyat yoldaşının yolunu gözləyir. Namuslu qadınlarımıza əllərindən öpürəm. Onlara qurban olum mən. Amma qadın var ki, gözü doymur. Gözü doymur. Başa düşdü nə demək istəyirəm? Mənim onların ərlərinə yazığım gəlir. Əri onu alıb gətirib namusla qiriyyətlə otur, amma arvadın ayağı sürüşkəndir. Neynəsin? Nə bilsin? Başa düşürsən, bəzi qadınlar var ki, o günləri bir dənə video çıxdı qabağıma, bilmirəm hansı qızı idi. Deyirəm, amma məni göstərmədən məktəbdə tanıyacaqlar. Mən o videoyu 10 dəfə baxdım. Mən nə qədər pis oldum ki, bir uşaq öz anasından necə utana bilər?
Necə ola bilər bu ki, bir uşaq bir anaya deyir ki, məni göstərmədə mamada mənim görəcəklər axı. Yəni utanır ki, bilməsinlər ki, onun anasıdır. Bu nə deməkdir? Niyə mənim bacımı İraq olsun, bacım 17 yaşındadır, mən 40 yaşında kişiyə verim ki, o 40 yaşında kişinin var dövləti var, bacımı bədbəxt eləyim. Niyə eləyim? Niyə eləyim də? Pula görə, bölgələrimizdə qızları pula görə xoşbəxt eləyirlər. Sevdiyi adama qoymurlar, onun məktəbdə sevdiyi oğlana getsin. Yoxsa filankəsin oğlu 40 yaşındadır, gəlib ona ərə getməlisin. Moskvada 3 dənə polkası var, dükkanda kartof satır. Niyə biz balalarımızı var dövlətə, şan şöhrətə, baxın da dünyanın ən bahalı, ən varlı şahzadələri, Kitayda bir şahzadə, sadə bir vətəndaşa gedib və onun əlindən bütün səlahiyyətlərini alıblar. Deyib, mən sevgiyə qurban verirəm və çox xoşbəxt də yaşayır. Biz ama hər şeyi pulla ölçürük. 40 yaşında kişi 17 yaşında qıza nə sevgi verə bilər? Nə verə bilər də? Əgər bir dənə də söz deyim, bu ilə dayı vəfa söhbətinə görə. Əmək, mən bilirəm ki, famil ola bilər, sabah zəng vursa, amma biləsiniz ki, famil vəfanın həyatında və famil vəfanın həyatında olan kişi bugün də vəfanı sevir. Bu dəqiqə vəfa ona desə ki, gəl məni səhər Zaksa apar. Mənə famil deyirdi ki, gəlsin Rusiyada onu Zaksa aparıram. Gəlsin Rusiyada onu Zaksa aparım, Rusiyada da vereyim vəfanı məhkəməyə. Mənə famil şəxsən deyib bunu. İstəyir afət də bilsin, istəyir famil mənə yığıb deyib ki, gəlsin bu dəqiqə Rusiyaya. Mənə Zaksa girsin, gedək o ilə bir yerdə afəti tutturaq. Vəfa deyib mənə lazım deyil. Amma mən sənə bir dənə söz deyim, qurban olun. Bax, bir dənə burada bilməyənlər qoy eşitsin. Doğrudan da o söhbəti bağlayaq. Çünki vəfa... Mən heç kimdən qorxmuram, ay balam. Kimin pulu var, özünə var. Yox, altda yazılar famildən qorxmursun. Mən dedəm Tahirdən qorxmayan o qədər panyatkalı bir qızıymış. Mən onu tanımırdım bu qədər. Sadəcə onun bəzən belə səbirli davranmasına falan çox belə kənardan belə həsədlə baxırdım ki, ay Allah, bu boyda şey baş verir onun ətrafında. Bu qədər söz deyilir. İnsan necə belə səbirli ola bilər? Amma mən nəyi çox bəyəndim o qızda? Biz deməli Afət xanımla canlıdaydıq. Dedi ki, qoşul, qoşdum. Qoşuldum. Orada mən bəzi suallar verdim. Mən də təbii ki, dürüst cavabımı verəndə ad da çəkdim də təbii ki. Vəfa mənə sadəcə bir kəlmə, indi belə deyək də, xahiş elədi ki, o, baxmayaraq ki, keçmiş mənim həyatımda olan bir insan, o mənim uşaqlarımın atasıdır. Bəli, mənə də o sözü deyib. Mən heç bir zaman istəmərəm ki, kimsə onu yıxsın, sürüsün, kimsə atıb sürüsün. Mənə də deyib. Xahiş edirəm, nə olar Sevinç xanım, bir də o insanın adını çəkməyin. Mən artıq ailə qurmuşum. Mən sənə bir söz deyim, Sevinç. Bu çox gözəl bir şeydir. TikTokda yaz gələn, bəzən bizim dostumuz Afət deyir, mən bilmirəm uşaqların atası kimdir. Afət görməyib videolarda famil necə gedir Məryəmin ad günündə, ona hədiyyələr edir, Məhəmməd qucağında. Yəni prosta Afət vəfadan əsəbidir deyə bunu deyir. Familin həyat yoldaşı da bilir ki, vəfa var. Familin oğlu da bilir ki, vəfa var, uşaqlar var. Familin bacıları da bilir. Hamı da bilir. Benim vəfa zorla benim famildən uşaq doğub dünyaya gətirib. 2 dənə uşaq doğmaq bilsən nə deməkdir? Biz hardan? Ona görə də mən bugün də deyirəm, əgər Afət deyir ki, famil belə deyir, mən də Afətə buradan deyirəm ki, mənə şəxsən famil deyib ki, vəfa gəlsin Moskvaya, mənə Zaksa getsin, Afəti verim orada polisə, tutturaq onu, vəkil də tutum. Şəxsən mənə deyib. Sadəcə, burada bilirsən, çirkin olan nədir? Bir dənə kimliyindən asılı olmadan, amma məni də heç kim sevməyə də bilər, heç bir problem yoxdur. Amma mən balama dil uzadanın dilini dibindən qopardaram, dibindən ha, verərəm onun elə öz əlinə. Aydan, vəfa familin pulları ilə ortalığa çıxıbsa da, familə evin də qaytarıb, belə baxanda, bir 100 min də onun borclarından kömək edib ona, yəni vəfa da az eləməyib, bir mürsə mən bilirəm. Yəni bunlar da burada yazılır, istəyirsiniz familə ata bilərsiniz. Şəmkirdə, şəhərdə hansısa evi var vəfanın, bir 200 mindən çox var, qaytarıb familə. Yəni borclarından da bir 100 min qaytarıb, narahat olmayın bundan. Vəfa yaxşı pul qazanır, bütün gün toylardadır, verib pulunu ki ala, vaxtında vermişsə indi ala gidən. Başqası olsa heç onu da verməz.
Allah hamının ürəyinə görə versin. Yəni Orxan, sualınıza cavabım sadəcə o idi ki, yəni mən hər mövzuya toxunuram. Orada da uşaqlar idi, söhbət ona görə dilləndim. Burada məsəl üçün Müjgana aid insanların nifrəti, qəzəbi idi, burada dilləndim. O qədər mövzuya toxunmuşam ki, yəni bu illaki kiminsə sifarişi dən, nə bilim indi burada pul yazanlar var, ayıb olsun sizə. Müjgan haqqında Nə qədər pul dediyimi almısan də- Sevinç Vəfadan? Məsələn, Orxan bir 10 min alıb ondan bu Mən gün. heç bir pul almamışam, amma Vəfa Allah qoysa elə bir qızdı ki, mən onu onda hiss elədim. Hə, o boynuna Tamam, nəsə misal qoydu. üçün- iPhone 18 Yo, alarsan. yo, yo. Mən pul qoymuram iPhone. boyuna, qulaq as da. Və dedim mən də deyirəm də. Bax misal üçün mənim toyum olan ərəfələrdə Allah canını sağ eləsin, o mənim ürəyimdir. Xatirə İslamdan danışıram. Ürəyimdir Mənə mənim. olan hörmətindən gəldi mənim üçün çox gözəl şəkildə toyumu belə deyək də, toyda təmənnasız oxudu, əl qaldırdı, Ha, mən- oynadı, oynatdı. Mən bir səni çox istəyirəm Yəni xatirəni. demək Çox istəyirəm ürəklidir. ki, insana pul yox, sabahsı gün yeri gələndə bu dostluğumuz elə yerlərdə bizə belə deyək də faydalı ola bilər də. Niyə də yox ki? Niyə də yox? Tək ki xeyirlərdə, şərlərdə. Amma mən misal üçün Orxanın xətrini çox istəyirəm. Amma Orxan məni bir dəfə əsəbləşdi. Getdim Orxandan şikayət elədim. Özü də bilir, mən yalan demirəm. Amma çox istəyirəm onu. Ay aman. Əməlli başlı isə Ədliyyə Nazirinə şikayət məktubu yazdım Orxandan. Allah haqqı. Özü də bilir. Orxan Mən yaxşı də, oğlan. mən də Orxan səndən Orxan sevinç dala qalmıram. istəyir. Mənim də şikayətlərimə baxırlar, narahat olma. Elə bilmə ki, amma Orxanı çox istəyirəm. Yəni Orxanın nəyi, Orxanın bir Mən pis bəyəm elə xəssiyyəti söz var. dedim, Sənə heç düzün deyim, fikirləşmədim. Sevinç. Orxanın ən pis xəssiyyəti. Orxan heç kimdən rüşvət alıb yayım açmaz. Ən qorxduğu şey budur. Bir dəfə ona Bənizin sevgilisi o vaxtı bir iki dənə şir atmışdı. Sonra başına bəla oldu. Ondan sonra almadı. Orxanın ən pis xəssiyyəti nədir? Orxan bilər ki, bir məsələ var, bu qloballaşsa gündəm olacaq. Gedər tapar o adamları, deyər ki, gəlin bunu işıqlandıraq. Ən böyük problemi budur. Amma pul almaz ha buna görə. Tolik, bir dənə Amma- sənə sual verə bilərəm. Bunu Əlini müzakirəyə vicdanıma qoyaq. qoy, sən dürüst insansan axı. Aha, Bax əlimi biz vicdanıma bayaqdan qoydum. Vəfadan öncə olan söhbətlərdə bir adam belə mənim ünvanıma burada belə bir neqativ bir şey yazmırdı da. Elə ki biz Vəfadan başladıq danışmağa, fake profillər doluşub bayaqdan bura. Afət Və, yazan, yox. Ən azından 5-6. Yo. Afət reklamı Mən uşaq sevir, Afət deyiləm. özü girsə burada olsa özü yazar. Mən sənə. uşaq deyiləm. Qulağımın dibinə də çörək yemirəm. Yedizdirərəm, amma yemirəm. Amma pul almırdı. Yəni- Yəni öz aramızda pulla niyə eləsin? Və mən bu sözləri dedim nəyimə lazımdır? Dedim yeri gələndə mən axırıncı dəfə famillə kiminsə toyunda görüşmüşdüm də. Vəfa ilə də ad günümdən 10 gün sonra görüşmüşəm, heç görüşməmişəm. Afət də mənim axırıncı dəfə MTV-də verişmə gələndə təzə maşın almışdım. Hə, maşınımın içinə 2 dənə 500'lük yatmışdı şirinlik. O da 1 il, 2 il bundan, il yarım bundan qabaq. Yəni mən deyirəm. Yəni biz pul niyə alaq ki? Toğrul müəllim burdadır. Toğrul müəllim özü pul ala bilər, kiməsə vəkil ola bilər. Xoş sözləriniz üçün çox təşəkkür edirəm. Sevinç, Allah sən bir Minnətdaram. balalı saxlasın. Get əlbə Amin, xınanı sən yax kimi. ginən. 10 günə xınan izi gedər. Mən bayaq onsuz Müjganın səsini eşitir də bir dənə. Bir alanda- dənə Müjganın səsinə qulaq as. Sevinç nə deyib? Gör nə gözəl sözlər deyib. Deyib gedirəm. Aha. Yeniliklərlə qayıdacağam deyir. Aha, doğrudan. Bax qulaq as. Orxandan xahiş elədim ki, o kadr mənə atsın, atmadı. Dedim özü də paylaşmayacaq. Müjgan, yəqin ki bundan sonra yayımlarda diqqətli olarsan da. Əlbəttə. Gedirəm bir TikToker kimi yeniliklər öyrənməyə. Allah emanet olsun. Kimi? Bir gedirəm, bir TikToker kimi yeniliklərlə qayıdacağam. Neyse, bir də bilirsən- gördünüz ki, içəridə vasmikaniçniklər vurdurub çıxıb çölə. Müjgan Yox, izləyicilərə hadi, nə deyirsən? 10 gündən sonra görüşərik inşallah. Bay bay. Mənim üçün dua edin. Mənim üçün də dua edin. Elə bir əskərliyə gedin. Sənin üçün nəyi dua edin? İndi baxar kökəlib çıxacaq orada. Bütün günü verəcəyim. İndi sualı bir dənə belə qoyum da, yəni hər ikizə. Sizcə yəni Müjgan bu çıxandan sonra onun canlısına adam daha çox olacaq, yoxsa insanların Çox olacaq. bu nifrəti Daha Mən sənə çox burada olacaq deyirəm, da. çox bu- 10 min bu adam şeydə, olacaq bu yəni 10 min. platformada 10 niyə min. belədir? 10 min. Çünki cəmaata Mən, maraqlıdır. bir dənə çox 10 min. təşəkkür. Bu suala bir dənə olar mən bir cavab verim. Mənə biraz öncə, yəni bu canlıya ümumiyyətlə girməmişdən öncə belə bir mesaj yazan bir səhifə oldu ki, Müjganın anasının adından yazıram. Məndən şəxsən xahiş etdi ki, Sevinç xanıma deyin ki, mən istəyirəm ki, ona ümumiyyətlə canlı efirə, ümumiyyətlə sosial platformaya qadağa qoydursun. Mən istəmirəm mənim
qızın Sən platformaları bilirsən, olsun. onun qızı Ali Savadlıdır, Müjganın diplomu var, Ali Savadlıdır, bilirsən? Ne olsun qurban oğlum o adamlar var ya dəqiqə O başı deyir ki, mənə mən başqa cür pul qazana bilmirəm. bilmirəm də, ona görə deyib bambıllıq eləyirəm. deyir. Ay Özü boynuna bağlılıq alırdı eləmə. onu. Yox bir dəqiqə qurban olum. Kalkulator qabağına qoyub sən də mənə bağışla da ay. Hər bir şeyinə pul yığan, kupalnikına. Ay sən kimsən Ay, ki sən? sağ ol. Mən Tolik, bax tam Onu qınam, səmimi. ona pul atanları Sibriz qına ki, ona niyə atırsın o açılandan- pulu? Sibriz açılandan mən ümumiyyətlə elə pafoslu yerləri sevmirəm. Maşınımın bagajına baxsan, mən almışam Bir özümə diplomum var, oturacaqlar. hardasa işləyib. Oturacaqlar, nə bilim palatka zad almışam, gedib dənizin kənarında qururam. Mənim üçün ən gözəl istirahət odur. Sibrizə getməmişəm də. Yəni bax sabah gedəcəm, mən ora rəfiqəm dəvət eləyib. Nə demək istəyirəm? Mən ora niyə getmirəm? Adi bax, misal deyək də. Mən gedib o girişə tutalım bir 50 manat verincən, orada yeyəcəyim şey, tutalım bir 200 manatım çıxacaq da. Düzdürmü? Mən o 200 manatı balamın boğazından keçirdərəm və yaxud nə bilim hansısa başqa bir balanı sevindirərəm. Şimdi Başqa sən bir bilən dərdi söz verərəm. düzün deyim, mən heç Sənin harava Sibrizdə yaraşır dənizdə ki, sən haşar olmuşam, heç camaatdan vaxt pul yığırsan. olmamışam. Sənə harava yaraşır ki, mənim də pulum var, mən gedib webçiqimi 10 gündə dincələrəm Sibrizdə. Ay Amma bacı, mən Sibrizdə heç olmamışam. Olmuşam, Aygün xanımla keçən il getmişəm, bir də orada bir dənə Özbək restoranı var, uşağımla keçən il bir dəfə ora getmişəm. Və salam, mən Sibrizi, bir dənə də baseyn, 3 dəfə, yəni 10 ildə 3 dəfə olmuşam cəmi Sibrizə. Mən Sibrizə getmirəm, mənim o qədər pulum yoxdur ora verim. Mənim öz bağıma nə gəlir? Gedik, getmək olar, adam öz pulu ilə gedər və yaxud lap deyək ki, bas rəfiqə dəvət eləyər misal. Ay qız, sən nə qədər səviyyəsiz olasan, sən nə qədər cüşovka birisən, nə qədər mənliyini, şəxsiyyətini itirmiş bir varlıq olasan ki, sən canlı açasan, pul yığasan, hələ kalkulatorunda qabağını, o kalkulatorun təpəsinə çırparam da Allahın da olsun. Qoyur hesablayır, bu qədər qaldı. 87 manata gedib kupalnik alıb al. And olsun Allah deyirəm. Mən bilsiz nəyimətdə qalıram. Onun canlısında o pulu atan loxlar var ha, o loxlar. Mən də Tarix Əliyev Timudan özümü 17 manata şortik almışam. Bax, Amma Laman gedib 87 manata kupalnik alıb. Amma mən bu boy Tarix Laman Əliyev yox, Müjgan. Müjgan, üzr istəyirəm. And olsun Allah'a Timudan özümə bir dənə şortik almışam, 17 manata qiyməti var. Və yaxşı, indi bu tutuldu getdi də. Düz deyirsiniz. Orxan qəşəng sual verdi. O Məncə də son daha ildə çox 10 adam günlük olacaq. istirahətə gedib. Daha çox adam olacaq. Amma ki bir şey var da. Təzə bilirsiniz niyə çıxacaqlar, oturacaqlar o canlıda. Baxaq görək bu yenə quşlayır yoxsa yox. Ona görə 1000 oturacaqlar. manat Yoxsa pul onlara yığacaq düz çıxan deyil, günü gedir baxarsan camaat. 1000 manat. Və ona atacaqlar ha o pulu. Deyəcək pulum yoxdur, çıxmışam acam, evimdə yeməyim yoxdur, işimi baxarsan. Mən sənə deyirəm, mən ölüm sən deyirəm. Ümumiyyətlə həbsxana həyatı sürüb çıxan insana O dövlət həbsxanaya düşmür axı, o müvəqqəti Yo, bildim. saxlamaya gedir, o həbsxanaya onlara gedir pul axı. verirlər də. Bunlara düşmür pul. Yox, Yəni- bunlara düşmür. 10 günlük nə pul? Nə Bizə bilim. necədir? Pulu atanlara da deyir ki, deyir, ağlınız onları da atmazlar. Sizə mən yalvarıram. Türkiyədə yadında deyil, nələr dedi cəmaata? Ay yo gözləyin. Mən deməli fikirləşirdim ki, əgər mənim o paylaşımım eşidilməsə, mən videolar saxlamışdım, video kayıtları əlimdə saxlamışdım ki, gələn kozerim bunlar olacaq əlimdə. Deməli kimsə buna canlıda 6 qəpik atır, Orxan Tolik, bir dənə qulaq asın qurbanım sizə. 6 qəpik atır. Ay aman. Deyir ki, o pulu atanın uşağı. Səni görüm nə bilim nə pulu olsun o sizə. Balan ölsün. Balavın nə bilim nəyinə xərcləyəsən. Səni görüm heç ağ günə çıxıb. Bax bu tərzdə qarqış 6 qəpik göndərən adama deyir onu. 7 qəpik, 6 qəpik bilmirəm. Hər halda şərəfsiz. Bax əgər onu özünə sığışdırmırsansa kiminsə 6 qəpiyini, dur get işlə, çünki ali Dostlar, sizdən bir şey xahiş edeyim, Sevinç, üzr istəyirəm səndən. O cəmaatı gici yerinə qoyur. Dostlar, mənim cəmi 2000 nəfərim qalıb 500 min olmağıma. Kim məni izləmirsə izləsin də, jeton istəmirəm. 500 min olacağım, 2000 adamım qalıb. Xahiş edirəm, Allah rızası üçün. Takip 500 min. Orxana at beni, mənə atın takip. Orxan Allah eləməsin. Orxan tutulanda özüm gibi məhkəmənin qabağında dayanacağım. Orada Allah eləməsin, uşağı var Orxan, ay Allah eləməsin. Amma belə bir şey olsa, sevincdən satdan tutulsa, söz verirəm, Ata Abdullayev'den bir yerdə gedəcəyəm. Sevinci Kim İran qurmasın, olsun. yazıqsan ay Tolik. Bu nədir gecə deyil. Azgə səni ata ilə barışdırırım, yazıqdır. Ay yox, qulaq as. Ata bu Xandan yaxınlarda sonra mənim öz dəyişib. səhifəsində paylaşmışdı. Yazıqdır. Türmə onu bir səncə dəyişib. Yo görürəm, müsbət tərəfdə dəyişikliklər var. Bax qoy bir dənə bir söz deyim. Mənə nə vaxt qismət ola bilər ümumiyyətlə? Heç Mən nə vaxt. vaxt- Sənin uşağın neçə yaşı var? Adam öldürməsin heç vaxt. Yox, qurban olum. Vallah yenə də deyirəm. Körpə uşaq belə əslində bəhanə, bərait olmalı deyil heç kimə. Yeri gələndə
uşağın dədəsi də var. Məsələn deyirəm də. Sənin himayəndə Mənimki olsun, deyil. yaxud başqa- Mənim himayəmdədir. Onda tutula bilməzsən. Sən əgər xırda cinayətkar iş görürsən, xulqanlıq. Yox, Allah Sənə eləməsin, cərimə niyə olacaq. tutulum ki? Sən İraq niyə olsun belə deyirəm də. Bax İraq olsun, İraq olsun. Adam öldürməsin. Yəni amma belə xırda inzibati xətalarda səni tutmazlar. Cərimə olarsan. Çünki sənin himayəndə az yaşlı uşaq var. Ay Toyluq, neçə ildir məni Ay, tanıyırsan? Allah canını sağ eləsin. O vaxtı tarixin bir günü verilişi idi də səfirəm. Yox, Ümidlə gəl idi. Hə, gəlirdim Ümidlə gəl idi. verilişimə. Allah sənin də canını sağ Bəli. eləsin. O vaxt olub Sağ mənim olsun. sözümü də yerə salmamısan. SMA xəstəsi Allah rəhmət eləsin. Ailəni çıxartmışdıq. Bəli, Nə bilim çağırırdın məni yadımdadır, qonaq hə. qismində var olasan. O gündən də öncə Sağ ol, tanıyırdın bacım. ki, dəvət etmisən. Ondan Bəli. sonra da sən bir dəfə görmüsən ki, mən kiməsə doğrudan da tam səmimi də haqsızlıq edim. Heç vaxt etmərəm. Bax bu gün mənim adicə Düzü Səidə deyim Bəkir sənə, qızım. çox emosionaldısan. Düşmənçiliyim Ay var. Allah, nə olar? Emosionalam. Bütün dostlarımı burada mənə düşman elədi. Hamısına düşman oldum bugün. Mən emosional olmağına, amma haqsızlıq etmirəm. Yəni özümdən çıxıb ola bilər ki, bir söz deyənə 5 cavab verərəm, amma normalda heç ondan durduq yerə düşmənçilik belə etmərəm. Bugünkü gündə bax o tutulmaq söhbətinə qalanda, məsəl üçün Səidə Bəkir qızı mənə tutturmaq istəyir. Lap yaxşı, bacara bilirsə qoy tuttursun. Abi, Eləyə bilirsə məhkəmə kişi kim qızı deyə tərəfdən? bilərəm. Sənin yoxsa Səidənin anlamadım mən. Necə? Məhkəmə olub Sumqayıtda. Orxan dedi, xəbərçi kimi çıxmasın. 2 dənə Kimin şikayəti məhkəməmiz qəbul var. olunub? O məni Sənin yoxsa verib, Mən də onun? onu vermişəm məhkəməyə. Mənə Kim aid kimə videolar- verib? Yox, kiminki qəbul oldu şikayəti? Birincisi qəbul olundu. Birinci icrata Kimin? götürülməmişdi. Çox güman ki, məni çox sevməyən, mənə hətta nifrəti olan Sumqayıtın icra başçısı Zakir Fərəcov tərəfindən də tapşırılmış ola bilərdi. Hər nəysə. Yox, Hə, bax- ay qız, yox, hakimlərin Nəysə, mən haqqına deyirəm, girmə. bilirəm də nə Yox, sən deyirəm. sabuduzun sevincini. İcrata götürülməmişdi məsələ. Niyə icrata götürülməməlidir Tolik? Əgər mən sənə bir material verirəmsə ki, mən təhqir olunmuşam, buna baxılsın. Ümumiyyətlə birinci Bax. iclasda icrata götürülməmə kimi ixtiyarı yoxdur heç bir Var. hakimin. Var. Yoxdur. Xüsusi Sən bax, ittiham birinci Azərbaycanda, baxırsan, sən Sevinç, birinci üzr baxışa istəyirəm səndən, Sevinç. götürməlisən onu. Azərbaycanda 2000-dən çox, Azərbaycanda vəkillər kollegiyası 2000-dən çox vəkilimiz vəkil kimi qeydiyyatdan keçib. Azərbaycanda xüsusi ittiham kiməsə irəli sürmək üçün Azərbaycanda barmaqla sayılan heç 10 dənə vəkil yoxdur ki, onu yaza bilib, hazırlaya bilir. Hər vəkil xüsusi ittihamı ki, xüsusi ittiham bu deməkdir ki, qanunda olmayan hansısa bir maddələrlə sən onu xüsusi ittiham edirsən. Deyirsən ki, misal üçün, zəhmət olun, birini qoşun, deyim biri. Bax, birini qoşun. Yəni, hər Mənim də xüsusi vəkilim ittiham, var. bax, Mən məni sərdaş o dönüm. keçən il, bax, Mənim də qulaq as. vəkillər, özü Yox, mən vəkil, bir, hər yox, iki vəkil, vəkilim yox, hər vəkil onu yaza bilmir. Sənə deyim, səncə mənim nə qədər ağlım yerində olmasın ki, mən ümumi kimisə söyləyim, yəni ümumi, elə bir ki, bir adamı söymürəm, ümumi adamı söyləyirəm. Məni bir qadın, tanımadığım qadın 1 il məhkəməyə verdi, bax. Nəriman rayon məhkəməsinə verdi, qəbul, birini qoş da yuxarı, qoşmursan? Olsun. Orxan. Göndərmişəm. Bax, məni Nərimanov rayon məhkəməsinə verdi, xüsusi ittihamdan qəbul olunmadı. Sonra verdi apellyasiya. Apellyasiya qüvvədə saxladı, qəbul eləmədi. Sonra verdi təzədən ali məhkəməyə, qəbul olmadı. Sonra verdi plenarima, qəbul olmadı. İndi 5 il gözləməliyəm ki, məni Avropa məhkəməsinə verir. Mən bu adamı tanımıram. Bu adam gedib bir məhkəməyə verib, deyib ki, Tolik mənim ərimi söyüb. Deyir, Tolik sən ərivi tanımır, deyir, mən o söyüşü özümə götürmüşəm. Bu nətər olur? İndi hər... Ona görə də xüsusi ittiham çox çətindir. Səninkin qəbul ediblərsə, deməli, burada şansın var. Benim əlim qalxın yuxarı. Necə olur ki, o verir məni məhkəməyə, Füzuli rayon məhkəməsində götürürlər icrata ki, mən bilsəm bəlkə də niyə götürürlər. Qoy deyim sənə. Mən heç Sən bir zaman... atasının adını sadını çəkmişsən orada, sən ad çəkirsən. Yaxşı eləmişəm, həcəb eləmişəm, əlimin belə tam ortasından gəlib. Amma sən... Həcəb eləmişəm. Bu afətliyim, Mən də sonra görürsən deyirəm afət ki, nədir? Tolik, qulaq az. Mən danmıram dediyim heç bir sözü. Gedirəm deyirəm ki, möhtərəm hakim. Neysə, bir də əmə balaca şiratda ürəyim. Lingvistik ekspertiza göndərin. Əgər mənim dediklərimdə təhqir maddələri varsa, mənim boynum qıldan incədir. Amma sən mənə aid 12 dəqiqəlik bir video paylaşırsansa və sənə hakim sual verəndə ki, bu mövzuda nə fikir bildirə bilərsən, sən durursan ayağa, deyirsən ki, mən onun haqqında danışmamışam. O zaman zəhmət çəkəcəyik. Vaxt yox.
səhifələri, necə eləyir? xəbər Qaqa. səhifələri mənim haqqımda şəklimi vurub həmin videonun üstünə paylaşım edəndə sən zəhmət çəkib deməli idin ki, ey ay xəbər səhifələri, siz nə edirsiniz? Siz yox xanımın şəklini vurursunuz, paylaşırsınız ki. Səhv deyirəm, denən ki, səhv. Haydi, mən sənə bir də açıq düz deyirsin. Mən sənə bir söz deyim. Vəkil də buradadır. Afət Fərmanqızı açan çıxıb deyib ki, mən o bicbala sözünü filan müğənninin uşaqlarına deyirəm. Harda eşitmirsən onu? Necə? Heç yerdə. Düzdür? Afət harda çıxıb adla deyib ki, filan müğənninin uşaqları bicdir. Harda Oy, deyib? qurban olum, eşidirsən, yaxşı. Bax da, bir dəqiqə. O bilir ki, o onu desə, ad çəksə. Yox, mən nəyi demək istəyirəm? Bax, hamı bilir ki, onu nəzərdə tutur, amma o adını demir. O deyir, mən ad demirəm, ümumiyyətcə deyirəm, deyir. Bax, bicliyə bax, ha. Sənin fikrincə bu belə dürüst bir hərəkətdir. Mənim üçün ən konçinli hərəkətdir. Deyirsənsə də bir insan haqqında axıra qədər də kişi kimi dediyin sözü, adı çək, sözü ünvanla. Ad çəkib mən görməmişəm ad çəkməyini. Mən də deyirəm ki, hamımız çox gözəl bilirik ki, kim kimin haqqında nə danışır. Amma bir insan gedib onu görməmişəm, atarsın danırsa, o mənə görə ən pasledni adamdır. Siz nə deyirsiniz? Bu mənim şəxsi fikrimdir də. Yəni mən düşünürəm ki, hər kəs bax, adicə Tolik bu yaxınlarda Rəqsanə xanımla bir tədbirdə olanda axırda belə bir cümlə istifadə edir. Deyir ki, mənim adımı çəkmir təbii ki yenə. Məhkəmədə sürünür. Düzdürmü? Mən birincisi məhkəmədə sürünmürəm. Mənim üçün çox böyük bir şərəf və qürur hissidir ki, mən haqlı olduğum mövzunun dalınca düşüm və mənim üçün belə bu döyüşdə yəni heç bir şey, necə deyərlər, mən yıxa bilməz də. Mən Füzuliyə gedəndə, gedirəm, yenə də Allah canını sağ eləsin o barədə, ən azından bircə dəfə getmişəm elə o məhkəməyə, bircə dəfə. Gedəndə də gedib ölənlərimin qəbrini də ziyarət eləyib, məhkəməyə dəyib, oradan da getmişəm Zəngilan, Laçın, gəzmişəm, qayıtmışam. O nabort savab iş görüb hələ mənə məhkəməyə verməklə ki, yəni mən indi gedib gəlirəm. Nəysə, amma ki, mən danmıram, dediyim heç bir sözü danmıram. Ata adı da çəkəndə. Vəkil buradadır, Toğrul müəllim buradasınız. Bir insan çıxıb deyirsə ki, mən Rəqsanəni bağışlasam, mən Bəkirin qızı olmaram. Bu dədəsində təhqir sayılırsa, ağzına almasın. Toğrul müəllim, bax, Sevinç bizim dostumuzdur. Mən Sevinci çoxdan da tanıyıram. Sizcə Sevincin belə açıq sözlü olmağı, bax, insanların adını çəkib də onlara adla xitab eləməkdir. Misal üçün, mən çıxıb deyirəmsə, misal üçün ki, filan kəs vəzifəsini pis icra edir, onların içində kimlərsə. Bu məhkəmədə ona şans verir ki, o qalib gəlməyə, yoxsa ikinci tərəfə şans verir udmağa. Allah axşamınız xeyir olsun, əvvəlinizi salamlayıram. Bütün izləyicilərə axşamı xeyir. Belə deyək də, baxın, ilk öncə xüsusi ittihamdan danışım. Mən xüsusi ittiham bir növ lori dildə başa salmaq çalışacağım. Yəni, xüsusi ittiham ondan ibarətdir ki, ümumiyyətlə cinayət işlərində necə olur? İbtidai istintaq, yəni müstəntiq sübut eləyir ki, sənin əməlində cinayət tərkibi var. Amma xüsusi ittihamda sən özün xüsusi ittihamsan və özün sübut eləməlisən onu ki, həqiqətən də qarşı tərəfin əməlində cinayət tərkibi yaranır. Bu səbəbdən də onun mahiyyəti. Bax, bayaq Sevinç xanım mən qulaq asırdım, bir söz işlətdi Müjgan. Bax, o hardasa o söz düşə bilər. Məhkəmə lingvistik ekspertizası təyin edilir və onun rəyinə uyğun olaraq, belə deyək də, məhkəmə aktı qəbul edilir. Mən hesab edirəm ki... Hansı məhkəməni? Necə yəni, hansı məhkəmə? Yox, Müjgan haqqında nə idi ki, o deyir ki, lingvistik məhkəmə ekspertizə keçə bilər. Bayaq bir söz işlətdi, indi mən istəmirəm də qaydalılar, istəmirəm həmən sözü deyim. O Müjganın əleyhinə işlətdi o sözü. Hə, bir söz dedi, ola bilər. Bax, sırf o sözdə mən hesab edirəm ki, məsələn, lingvistik ekspertizə ona rəy verə bilərdi. Ona görə də... Yox. Şəxsiyyətsiz, mənliksiz. Yox, tam başqasını dediniz. Sayım. Yox, ehtiyac yoxdur. Yox, sən açıq bilsən ki, ona görə bu qayda almayacaq, lazımdır. Ona görə də, yəni mən nə demək istəyirəm, bax bu efir vasitəsilə də danışanda gərək kimliyindən asılı olaraq mən daxil. Siz mən bu gecə deyəsən məhkəməli eləyəcəksiniz. Yox, estağfurullah. Mən sadəcə qanunun tələbini nədirsə onu deyirəm. Yox, zarafat eləyirəm. Əlbəttə, buyurun.
Mənim belə deyək də, açığı Müjgan'a belə deyək, Jennifer ən Lopez. xoşu gəlməyən Jennifer Lopez diye. Danış doğru danış. Yəni ən xoşum gəlməyən adam mən idim. Onun da səbəbini izah eləmişəm. Durub deyir, mənə belə deyək də, pul yollayın onu eləyin, əməliyyata pul yoxdur. Mən həqiqətən də onda havalandım ki, bizim millətin müəyyən bir kütləsi Küt əməliyyata beyinli. pul yığır. Əməliyyata pul Doğru, yığır. o Jennifer Lopez söhbətini də danışdı. İnsanlar ki, sual bilmiyor. Yo da onu sən danış da mən deməyim. Birini Ben kaldırın da sen yukarı zahmet olsun. Milgadim Bey buradadır. Toğrul bəy, mən Kaldırın sizə da. çox gözəl bir sual verim. Olar mı? Sən də var. Baxın, əgər ictimaiyyət qarşısında mən bir şəxs haqqında əlimdə kifayət qədər sübutlar ola, məsəl üçün o mənə verib də məhkəmə yaxşı eləyib, əcəb eləyib, əlinin içindən gəlib. Mənim də əlimdə sübutlar var ki, bu insanlar tərəfi, o bilirsiniz nə maddəsi ilə verib, Tolik, məni ictimai nüfuzuma xələl gətirib, nə bilim şərəfə Onda- nəqətmə. onda Səni o- bütün onda- Azərbaycan onda- söyür, mən yox. Səni bütün Onda belə məcburi çıxır köçkünlər ki- söyür. Səni bütün dindarlar söyür, səni uşaq puluna aid O deyil. başka, onlar ayrı adamlardı, sen ayrı adamsın. Onda Sevil. belə Bildim çıxır. də, Her yox, öz yox, vətəndaş hüququ yox. var. Yox, mən bu sualımı verim də bir dənə Toğrul bəyə. Yəni demək istəyirəm ki, o mənim paylaşımlarımdan sonra nüfuzdan düşməyib. Məndən öncədən nüfuzdan düşüb deyə. Axı bunu sen yok, Mən də bunu bunu- ekspresiv rəy verəcək. O deyəcək Bəs mən də onu sevincin deyirəm, mən yayım. sübutları O təqdim deyəcək edirəm ki, axı. bax, bilirəm, qurban olum. Bax, o deyir ki, məni cəmaət söyür, mənim öz videolarımın altında paylaşırlar. Onlar X adamlardır, mən tanımıram. Amma bu şəxs, bu qadın mənim haqqımda danışır və öz səhifəsində altda 1500-2000 komment məni söyür. O onu Mənə nə göstərir dəxli fakt var? kimi. O Cəmaət yazırsa mənə nə TikTokda dəxli var? açılan Mən cəmaatı Tolik'in bir günü ya da onu səhv dedim Toğrul bəy. İndi bir sual verim də mən sizə. Sizi belə deyək, Cəmaatın qulağından tutub rəy yazdırmıram Nə- ki ora. nə ilə Hər kəs verib özü bilər. məhkəməyə? Xüsusi Xüsusi tam qaydasını, ittihamla. xüsusi tamla verib. Bəli, bəli. Aydın. Onda bu 100 belə deyək də, mən ekspresiya təyin olunacaq da. Əgər icraata götürülübsə, ekspresiya. Yo, təyin bu olunacaq. dəqiqə zaten o bilirsiniz nə ilə gəlmişdi Toğrul bəy? Hansısa bir mütəxəssis rəyi ilə gəlmişdi. Mən də tələb elədim məhkəmədən ki, lingvistik ekspertizaya getsin. Bəli. Ondan Tamam, sonra da baba. qurban olum, nədirsə cəzamı mən çəkməyə hazıram. Amma mənim haqqımda da, baxın Toğrul bəy, onu da bu arada vurğulayım. Mən məhkəməyə verdim, mənim adımı çəkmədiyi təqdirdə, özü 12 dəqiqəlik videoda 4-5 dənə dilə gətirdiyi fakt kimi təqdim etdiyim sübutlar da belə deyək, onlarla bəlli edir ki, məndən danışır əslində. Bax, Adicə Tolik ən böyük məsəl üçün sözü o idi ki, axırda mən sizin üçün Ata Abdullayev deyiləm. Mənim problemim olub da Ata Abdullayevlə, düzdürmü? Sonra sən mənə atırsan da o sözü, sən başqa kim? Hə, və həmin vaxtı o şantaj xarakterli sənə aid videolar var. Nə elə bir ki mən üzr istəyirəm burada böyüklərdə. Elə bir ki mən porno ulduzladım. Mənim hansısa bir artıq əski videolarım var bunun əlində. Mən də demişdim də yükləməyən kişi qızı deyil. Hə, icazə verirəm. Amma ki onun dalınca da belə bir söz vurğuluyur. Sevinç üzr Mən- istəyirsən, niyə belə düşünürsən ki, əlində video var deyirsən, mütləq pornografik görüntülər deyir. O Yox, sənin sən bundan onu əgər- 5 il bundan qabaq, Sən yo deyim də əgər- sənə, deyim bax, sən sənə əgər o deyim. tərzdə bir Mən çıxış də elə şey başa eləyirsən, düşürəm. Bu günləri qulaq səni bax, asın. o onu Tolik, əgər o sual peşəkar verirsən, qoy cavab jurnalistsə, onu verin də. sənə deyə bilməz. Yox, deyim yadından çıxmasın. O əgər Aha. peşəkar jurnalistsə, o bilir ki, səni video ilə şantaj eləmək ictimaiyyətdə bu özü cinayətdir. Bu gün O da Azərbaycan şantajdır Respublikasında ki, adicə mən şantaj zaten var də bunun ha. axırına qədər Bir gedəcəm. nəfər çıxıb desə ki, Tolik mənimlə yazışıb və o yazışmanı mən ifşa eləyəcəm. Tolik mənə pul ver. Toğrul müəllim deyir, burada desin. O adama cinayət şaşır. Çünki şantaj başqadır. Yox, Tolik, mən Bəlkə səndən onu razı səmərəli deyiləm. nəzərdə tutub, Əgər bir sənin 5-6 insan il bu bundan cümləni qabaq çıxışlarını istifadə deyir. edirsə, Tolik, əgər bir insan bu cümləni istifadə edirsə ki, sənə aid əlimdə videolar var. Hər beyində, hər zəkada, hər savadda insan var burada. Hər kəs sənin düşündüyün kimi adi bir video hesab etməyəcək onu. Düşünəcək ki, Allah bilir nə var bunun. Bəli, mən də onu Dalınca bilirəm. Bizdə və yalnız o dalınca da gəlir. bu insan bu sözü dilə gətirir ki, həmin ağıllı çıxıb danışdığımız verilişdə də reputasiyamız yerlə bir olacaq. Mən həmin vaxtı Zarun verilişində əyləşirdim. Yəni demək istəyirəm ki, Hə, özü bir onları çox şeylə deməm, o qədər yandırıb. dərin. Mən dərinliyi bilmirəm. Bəli, Gəldi, bəli. çıxdı məhkəmədə bilirsiniz nə dedi? Dedi ki, mən Mehriban Xanlarova haqqında danışırdım. Sevinç haqqında yox. Bax gör nə qədər insan dediyini danan bir insan tipidir də. Mən indi Mehriban Xanlarovanın olsa Sevinç barışarsan adaşınla. həyatım bu.
Kimlə? Daşım deyil. Adaşımdır o. Ha o Səidədir, bağışlayın, o Səidədir. Hə. Həyatım boyu mən buradan da bu sözü deyirəm, arxasında da dayanıram. Bir gün nə vaxtsa mənim tüpürdüyümü, yaladığımı görsəz, bilin ki, mənim ağlım başımdan gedib aparın məni tullayın Məşdağıya. Xahiş edirəm sizdən. Mən Rəqsanə İsmailova deyiləm ki, dünən çıxıb ağzıma gələn deyim, sabahsı gündə hansısa bir tədbirdə deyim ki, bacı, partlatmışıq ya Azərbaycanı, ya öpüşüm, görüşüm. Mən həyatım boyu elə insan olmamışam, olmayacam da Allah mənim ağlımı başımdan almasın. İnşallah necə yaşamışamsa bu zamana qədər, ölən bir günə qədər, son nəfəsimə qədər də belə yaşayacağam. Kim necə istəyir məni qəbul etsin. Həyatım boyu barışmaram. Bilirsiniz necə? Belə əff edərəm onu. Əgər çıxsa, videonu paylaşsa desə ki, mənim o 12 dəqiqəlik çıxışımın Sevinç Hüseynova ilə heç bir əlaqəsi yox idi. Mən də ona dediyim sözlərə görə onun özündən yox. Sadəcə balalarına bəlkə hardasa stres yaşadıb, ailə üzvlərinə stres yaşadıb deyə sadəcə deyə bilərəm ki, bizim aramızdakı söhbətə görə sizə əgər stres yaşatmışam, sırf sizdən üzr istəyirəm. Amma bu layiq olub ki, mən demişəm o sözü. Amma barışıq, sabah mən ondan arası oturum çörək kəsim və yaxud ondan hansısa tədbirdə qucaqlaşım, öpüşüm, görüşüm. Mən o qədər səviyyəsiz adamam. Tolik, səncə mən o qədər səviyyəsiz adamam? Səncə mən o qədər özümü hörmət etmirəm? Mən bir şey deyim. Rəqsanə orada ev dostlarının təzə çıxmışdı, yoxsa o adam deyil. Mən verişimdə barışdılardı. Mən verişimə yığmışdılardı. Deməli, Rəqsanənin gözündən gəlməsin. Sevinç o vaxtı Sumqayıtda Rəqsanənin konsertini təşkil edib. Rəqsanə bunu sonra bilib. Bu söhbətlərdən sonra bilib. Mənim verişimə zəng vuranda bilib. Hə, Səid o vaxt Sumqayıtda Rəqsanənin konsertini təşkil edib. O vaxtı. Tolik, səni çox istədiyim məqamlardan biri nədir? Sən verilişində o vaxtı elə Sultan da, Səidi Sultan da çıxıb məcburi köçkünlər gəldi, ölkəni belə günə saldı. Onlar vaxtı danışmayaq, mən söz vermişəm. Mən başqa şey deyəcəm. Yox, açıq, bu ekran qaydalı, Sevinç. Sən bilə-bilə bunu edirsən. Olsun X də X, olsun bir X. Yox, mən istəmirəm, ümumiyyət şu adamın adı çəkilməməlidir. Yox, sən ümumiyyətlə belə bir cümlə işlətmişdin də ki, Bakı heç birimizin Kupçalı mən bunu Bəhram Bağırzadə üçün demişdim. Bəhram Bağırzadə demişdi ki, rayonlular gəlib Bakını pis günə qoyub. Mən də dedim, Bəhram Bağırzadənin nəslində ya da ki, özündə heç kimdə Bakının Kupçası yoxdur. Necə ki, biz gedirik, bugün Lənkəranda ev ala bilirik, pulun var, git Şəmkirdə ev al, pulun var, git Qubada ev al. Bakıda da bütün rayonlar yaşaya bilər, istəyir məcburi köçkünlər də qayıtmaya bilər, yaşaya bilər. Cəmaat 30 ildir bura gəlib, 30 ildə böyüyüb. Mənim bir rəfiqam var, xanımdır, işgüzar xanımdır. Gələndə bura 15 yaşı var idi, indi 45 yaşı var, iş adamıdır. Bakıda 3 dənə evi var. Cəmaatı da kəsib küsüb kömək edir, qaçqındır. Başa düşmürəm, qaçqındır deyə neynəməlidir? Əl-ayağını uzadıb yatmalıydı, qazanmamalıydı, işləməmalıydı, öz balalarına günahtlamamalıydı. 15'i yatıbsa 5'i işləyir. Yalnız Qarabağ qaçqındır, onda Qarabağa istirahətə getməyin. Gedin oturun evinizdə, Bakıda. Getmə rayonlara istirahətə. Gedib şəkil çəkdirirlər. Gör, bunlar patriotdular. Sizin patriot başınıza elə bax, o qınadığınız məcburi köçkünlər boyda daş düşsün. Adama deyərlər. Qurban olun, məcburi köçkünlərdə mənim yeri gələndə heç bir qonşuluğum yoxdur, amma kopyalayıb yazır ki, Bakıda hələ 2 mərtəbəli, 3 mərtəbəli evlər olmayanda Sevinç, mən Qaraçuxurda böyümüşəm. Mən uşaq idim, Qaraçuxurda 90-cı illərdə ki, bu qaçqınlar başladı gəlməyə. 141 nömrəli məktəbin sağ tərəfində, indi onun yerinə Aura Şadlıq evi tikilib, onun yanında. Bir dənə yarım tikili beton bir ev var idi. Bir gün gördüm ki, onun pəncərələrin korobkadan bağlıydı. Beton. O vaxtda atamdan soruşdum ki, bu nədir? Dedi ki, Qarabağdan gəliblər, yer yoxdur, onun içində yaşayırlar. Nə suyu var idi, nə işığı var idi, nə tualeti var idi, nə qazı var idi. Yalnız beton belə düzülmüşdü, 5 mərtəbə tikilmişdi. İnsanlar orada korobkanın üstündə yatırdılar. O insanların əksəriyyəti bugün bəlkə də o soyuqlarda yatdıqlarına görə qadınlar ana ola bilməyiblər. Qadın xəstəliyi tutublar. Bəzi kişilər bəlkə orada yatıblar, ata ola bilməyib, sonsuz olublar. Qaçqınlar keyfindən qaçıb gəlməyiblər Bakıya. Cəmaat Bakı mərtəbə ev olmayanda qaçqınların rayonda 3 mərtəbəli evləri olurdu. Mənim xoşuma gəlməyənlərdir ki, bizimkilər o dəqiqə deyir ki, qaçqın Qarabağ alında hamısı getsin. Güya ki, Bakıdakı qropqanı qaçqınlar edir. Sən deyirsən ki, o yaxşı adamdır da, düzdürmü? Səncə mən durduğum yerdə niyə qıcıqlanıb bir insanla düşmən oldum ki? Niyə? Bax, mən sənə sual verirəm. O məsələdən bilirəm. Sən tolik olaraq, sən belə bir şeyi
faktla, sübutla, əminliklə %100 deyə bilərsən ki, ən kasıb qaçqının 2 yerdə evi var. Deyə bilərsən? Onun məcazi mənada. Mən də bilirəm ki, ən kasıb qaçqın var ki, indiyəcən yataqxanada yaşayır, deyir burada. Sən kimsən ki, sən hansı vəzifənin sahibisən ki, sən bu qədər əmin danışırsan ki, ən kasıbın, sən dövlət başçısından çox bilirsən bu ölkədə. Dövlət başçısı qanunu ilə yeri gələndə, hansı bir məcburi köçkünün adına ev olanda, hansı məcburi köçkünün, dərhal Allahın o 65 manatlıq çörək pulusu var, onu belə kəsirlər. Və mən demək istəyirəm ki, heç bir məcburi köçkündə o qədər də ağılsız deyil ki, 2-3 dənə evi olanda götürsün hamısını onun bunun adına alsın. Biz elə bir zamanda yaşayırıq ki, adam bacının, ananın, nə bilim, qardaşın belə adına ev almağa qorxur ki, sabah məni çöldə qoyacaq. Yəni demək istədiyim odur ki, o sözü deyənin ya ağlı yoxdur, ya sifarişlə bu işi görür. Bilmirəm da kimin sifarişi. Birincisi, Sevinç qaçqınların evi varsa Azərbaycanda, o qaçqın işləyib qazanıb da, devlət ona ev verməyib ki, Sevinç, qaçqın işləyib qazanmasın. Bax, 30 ildir bu adam gəlib bura, bu burada onu işləyib, şəxsiyyətsizlərə başa salır, mənə yox qadın alaram sənin. Yəni, o nə deməkdir? Qaçqın balasına ev almasın, yaşamasın. Biz nə biləydik ki, Allah cənab prezidentimizin canını sağ olasın, Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağa 44 günə müharibə başladı, almasaydıq nə olacaqdı? İndiyəcən də Qarabağ qaçqınlar ilə yenə yataqxanalarda qalacaqdı. Deyin Ərmanov da şeyin yanında, Kilavarın yanında bir dənə yataqxana var. Mən ora pandemiya vaxtında arzaq apardım. Mən o qadınları gördüm. Orada padvalda qalırlar. Evin ortasından adam boyda turba krisalar keçir oradan. Onlar orada xəstəliyi də tapıblar. Amma onlar getmədilər də. Onlara masajında təzə ev verirdilər. Onlar dedilər ki, yox. Biz şəhərdə yaşayırıq, uşağımız burada məktəbə gedir. Yəni bu qadınlar da xoş gündən burada yaşamayıblar da. İndi amma bəziləri də var ki, bax bəziləri var ki də, onlar köçürlər, gedirlər, misal üçün yaşayırlar. Amma mən onları da qınamıram. Onların bəziləri getmək istəmir ha. Çoxsun qınayıram ki, niyə getmək istəmir, çoxsun yox. 30 il cəmaatın uşağı burada anadan olub. 25 yaşına buraya çatıb. O getsin rayonda neynəsin? 25 yaşını burada gözünü açan uşaq. Yataqxanada qalıb, kiraya qalıb, fərqi. O gedib rayonda neynəsin? Bu adam, rayon görməyən adam gedib rayonda neynəsin? Bax, mənim adicə atamdan indi bir ev var da orada, düzdürmü Füzulidə? Bax, mən özümə ev almışam. Mən heç o evin iddiasında belə deyiləm. Şəxsən mən bir məcburi köçkün statusunda, hələ də o statusdayım da. Bir insan olaraq mənim payıma düşən nə ev varsa, mən istəyirəm ki, hansısa ehtiyacı olan bir qaziyə verilsin. Qoy getsin qazi yaşasın məsəl üçün o evdə. Yəni bilsə nəyə görə deyirəm? Mən bu evi özüm almışamsa, bu evi bağlayım, durum gedim rayonda yaşayım. Mənim 35 yaşım var. Mən rayon üzü görməmişəm. Toyuq saxlaya bilməyəcəm. Mən onu da deyirəm də, bunlar nətər olsun, necə olacaq o? Mən istəyirəm ki, o evlər boş qalmasın. Ehtiyacı olan o qədər qazilərimiz var ki. Mən öz payımı verirəm. Qurban olum. Yəni getmək istəməyənlərin də əvəzinə baxır insanlar. Bir dəqiqə Sevinç, üzr istəyirəm. Laçında, Qarabağda evi heç kim kiraya vermir. O təzə-təzə Qarabağ alınanda hamısı getmək istəyirdi. İndi o 5-10 dənə də qaçqınlar sevindilər, evlərini 150 manatdan 1 ay, 2 ay verdilər, özlərini dolandı. Amma indi heç kim, indi o qədər otel tikiblər ki Qarabağda. İndi heç kim gedib orada ev tutub qalmır, rahat olun. Hamı öz evində qalır. İndi heç kim orada gedib Laçında 5000 manat verib evdə qalmır. Başıma dönüm. O təzə o müharibə çıxardı ya. Hamı oraya gedirdi, yer olmurdu. Superstar yazıb qazi neyinir ki evi. Superstar, sən mənə bir dənə direktə yaz, xahiş edirəm. Sabah gəl səndən gedək notariusa, mənim buradakı evimi keçirdim sənin adıma, baş üstə. Mən qələt eləyərəm, Bakıda yaşayarım. Bax, sənə qurban olum. Gəl mən öz evimi sənə pay verim, mən gedib rayonda yaşayaram, problem yoxdur. Bax, bu kimi insanlara mən insan gözü ilə baxa bilmirəm. Siz kimsiz ki, siz kiməsə yol göstərirsiniz ümumiyyətlə? Kimsiniz də? Gəl bu şeydə, Sevinç, əsəbləşmə. Mən çıxım canlıda, qurban olum. Kimə nə demişəm, yaxşı eləmişəm, heç kimlə də barışmaq istəmirəm. Heç kimlə də barışmaq istəmirəm. Nə demişəm, yaxşı eləmişəm, hələ az demişəm. İnşallah ki, gələcəkdə daha xəbər gözləyirəm. Mən şad xəbər gözləyirəm ki, sabah Arzumun məhkəməsindən Allah Teala hər bir tərəfə səbir versin. Ölən tərəfə Allah səbir versin. Allah amala rəhmət eləsin. Arzunu da Allah balalarına tez bir zaman qovuştursun. O xəstə balaları analarının qucağında olsunlar.
İnşallah da ki sabah səndən yaxşı xəbər gözləyirəm. Özündən müğayyət ol. Bu arada elə məncə elə çürüyüb axmir gedən Roşka oldu. Yazıq Roşka. İstəsirdilər dünən də buraxa bilərdilər. Qaldı sentyabra. İndi hakimlərimiz açın. Mənə elə gəlir ki, sabah məhkəmə uzadılacaq, qalacaq sentyabra. Çünki hakimlər sabah çoxsu hamısı şeyə çıxırlar. Sabah məncə məhkəmə baxılmayacaq. Çünki bu məhkəmə yenidən araşdırmalı idi də, yəni olan şeyi yenidən eləməlidir. Ona görə sabahki məhkəmə olacaq, sağ olun. Amma sabahki məhkəmə qalacaq sentyabra. Çünki sabah qeyri-mümkündür nəsə bir çıxsın. Ola bilər. Düz demirəm, Toğrul bəy. Çünki hakimlər məzuniyyətə çıxırlar. Məncə sabah qısa bir iclas olacaq ki, sənədlər qəbul olunsun və sentyabrda baxılacaq bir də. Onu bilmək olmaz axı. Bəlkə elə hakimlər məzuniyyətə Bəs niyə Roşka qaldı sentyabra ki, hakim deyib ki, hakimlərin hamısı birdən çıxmır ki, ora fərqli məhkəmədir. Yuxarı instansiya ekspertiz olmalıdır. Ekspertizlə təzədən təyin edib gedəcəklər məzuniyyətə. Ekspertiz indi bilmək olmaz, olmayacaq. Sadəcə məhkəmə Allah Elnur müəllimin balalarını saxlasın. Allah onu var eləsin. Məhkəmə istintaqı ədalətli hakimlər hamısı var olsun. Bəli. Amma sabah belə deyək də son məhkəmə aktı ola bilməz də. Sabah belə deyək, məhkəmə istintaqı təmin olunubsa, bu halda indi müəyyən araşdırmalar... Bəs bir söz soruşum, Toğrul bəy, bütün sosial şəbəkələr yazıb Rəşad Dağlı amnistiyaya düşəcək. 1/3-ə düşür. Amnistiya deyəndə ki, əffə yazıblar. O, cənab prezidentin səlahiyyətində. Əffə, bəli, əff amnistiya deyil. Yox, amnistiya tam fərqli anlayışdır. Yəni, amnistiya haqqında... Hə, amnistiya başqadır, əff başqa. Yəni, siyahıda var adı. Onu biz bilə bilmərik ki, onu cənab prezident... Raminə çox sağ olacaq. Cənab prezidentin səlahiyyətində... Yox, mən onu demirəm. Törətdiyi cinayətdən deyirəm. Təbii ki, düşə bilər. Adı düşə bilir, çox sonra. Düşə bilmiş. Ay Allah, kəş o da balalarına qovursun. Allah ona da ümumiyyətcə Allah Teala bütün dəmir barmaqlıqlarda olan o bilmədən cinayət törədən, bilmədən qəza törədən, bilmədən kiminsə feylinə gedən hər bir kəsin yolunu açıq eləsin. Şey olsun, nədir onun adı? Qapılar, Allah qapılarını açıq eləsin. Amma narkotik satanlar, qız zorlayanlar, nə bilim, vətən xainləri, bunlar nə qədər içəridə yatsalar o qədər yaxşı olar. Gecəniz xeyrə qalsın. Dostlar, mən 500.000 olmalıyam. Görün, neçə minəm indi hal-hazırda. Məni izləyin də. Bir həftə, 3 gün izləyin, 5 gün izləyin, sonra çıxın. 498.000 olmuşsan da, Toğrul. 498.000. Qalıb nə qədər? Qalıb 1800 nəfər. 1800 nəfər. 1800 nəfər. Vəlizar deyir, gir yayınma, mən də istəmirəm girim. Vəlizarın qətrini çox istəyirəm. Amma deyir, istəmirəm o qızıl qəfəsi, istəmirəm. İstəmirəm. Yaxşı adamdır, istəmirəm. Orxan, belə salamatçılıqdır. Sabaha səni planlaşdırım, indi sənin haqqında kimlər danışacaq? A. Afət Fərman qızı. Orxan niyə icazə verir ki, məni onun səhifəsində müzakirə eləsinlər? B. Səidə Bəkir qızı. D. Ata Abdullayev. Yəni sabah bunlara hazır ol. Mən quruşayım da, gəlin gedən bozur. Sən o salla. Ay, Meyiz hardadır? Meyiz, sənin o atomun nuşu canlıqla yediyi ördəyin ruhuna and verirəm. Haradasan? Gəl bura görüm. Mən ona görə də deyirəm. Meyiz o gün gördün, ördəyi paylaşmışdın. Necə qəşəng onu qızardırırlar. Bəh, bəh, bəh. Necə xırçıldadıb yiyəsən o ördəyi düyü ilə özdə. Bəh, bəh, bəh. Toğrul mənim, ördəyin əravız var, ördək. Ümumiyyətlə sevmirəm mən ördək. Mən qaşqaldağı nifrət, o qaşqaldaqdır. Sonra biri var, Fərid çox sağ ol, minnətdaram. Sənə atdı, mənə atır, sevindim. Qulaq az. Gərəf. Ay Allah, Hacı Nuran bilsən nə qədər gərəf yiyir. Bir dəfə rayona gittim. Gərəf nə boydadır, mən yeməmişim. Qaşqaldaq boyda olur da. Balaca qaraquş. Dedilər, nə qədər? Dedi, 15 dənə gərəf gətir. Dedim, Allah qarnını doydursun. Dedi, 15 dənə gərəf, 3 dənə çolpanın toyuğun dadı edir. Çox xırda quşdur, amma çox dadı da möhtəşəmdir, mən söyləyeyim. Gərəf quşun adıdır, Faiq Vidadoğlu, quşdur, quş. Ən çox da mən harada onu, Lənkəranda yemişəm ən çox mən gərəfi. Təşəkkür ederim.